Biz Şəhidlər Xiyabanında video çəkiliş edirik. Bizim Sosial Dövlət Naminə İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Həkəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media müşafatçısı Hamlet müəllimlə gəlmişik biz bura. İndi biz hal-hazırda Binə qəsəbəsində Şəhidlər Xiyabanındayıq. Mən sözü verirəm ilk növbədə Hamlet müəllimə şəhidlər haqqında öz sözünüzü burada deyərsiniz. Allah Hamlet müəllim. şəhidlərimizə rəhmət eləsin. Mürsəl, siz də çox sağ olun ki, həqiqətən də bir Həkəri qəzetinin foto müxbiri olaraq məndən çox şəhid çəkilişlərində olmusan. Yəni sosial şəbəkələrdən bizi izləyənlər də bilir. Bu günləri də mən qəhrəman şəhidimiz Şah Gündüzün atası Kamil əmiyə zəng elədim. Mənim təklifimi qəbul elədi. Burada Binədə Şəhidlər Xiyabanında mən də yerimi bilmirdim. Məndən gəldi. Əziyyət verdiyim üçün özümdən üzr istəyirəm. Qarşısından baş əyirəm bir şəhid atası olduğu üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həqiqətən də bax bu Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında olan hər bir şəhid bizim üçün müqəddəsdir. Hər bir şəhid bizim üçün əzizdir. O şəhidlər ki, məndən ötəri, sizdən ötəri, hər birimizdən ötəri gedib canlarından keçdilər. Candan şirin bu həyatda heç nə yoxdur. Onlar məsələn vətəni atalarından, analarından üstün seçdilər. Onlar yerin altını seçdilər ki, biz də bu yerin üstündə gəzək. Mən də yazmışam sosial şəbəkələrdə, sosial platformalarda ki, həqiqət mənada, yəni mən bunu ürəklə deyirəm. Biz əgər haçansa şəhidlərimizi unudacaqsa, qoy onların haqqı bizə haram olsun. Çünki biz onları unutmamalıyıq ki, özümüz də unudulmayaq. Sosial Dövlət Naminə İctimai Birliyin sədri Faiq müəllim hər zaman çıxışlarında deyir ki, biz şəhidlərimizi unutsaq, özümüz unudulmuş oluruq. Əgər onları yaddan çıxarsaq, özümüz yaddan çıxmış oluruq. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin. Sən də indi burada Mürsələmin şəhidlərin məzarlarını çəkdin bəyəkləri. Onların müqəddəs ruhları qarşısında baş əyirik, atalarının, analarının əllərindən öpürük, qarşılarında baş əyirik. Allah şəhid atalarına, şəhid analarına da səbir versin. Biz nə qədər deyirik ki, qəhrəman şəhid atası, şəhid anası ağlamaz. Dünənləri Şəhidlər Xiyabanında Faiq müəllim özü ağlayan şəhid analarına deyirdi, ağlamayın. Həqiqətən elə olar. Elə ağılda deyirdi ki, yəni bunlar qəhrəmanlara ağlamazlar da. Siz yəni qəhrəman şəhid anasısınız, şəhid atasınız. İnan ki, elə mənim özümün, onlara deyirəm ağlama, mənim özümün gözümün içindən yaş gəlir. Bəzən o göz yaşları elə adam həqiq qürurlanıb da ağlayır, insan sevinçdən də ağlaya bilər. Çünki o şəhidlərimiz ölümləri ilə ölməzlik qazandılar, əbədiyyətə qovuşan insanlardır. Ölü bizik, bax məsələn ölü mənəm, şəhid heç vaxt ölü deyil. Çünki şəhidlərin ölüm tarixi yoxdur, onların ancaq doğum tarixi var. Allah bir daha bütün şəhidlərimizə rəhmət etsin. Amin, amin. Çox sağ olun, əziyyət çəkib gəlmişsiniz. Əlbəttə övlad itkisi ağırdır, yarası sağalmayan yaradır. Amma Allah xalqımızı var eləsin, dövlətimizi var eləsin. Həmişə yanımızdasınız, yanımızda olmuşsunuz, bizlə çiyin-çiyinə bu dərdi çəkmişsiniz. Bu da bizim üçün böyük bir təskinlikdir. Allah bu igidlərimizin və bu igidlərimizin şəxsində bütün şəhidlərimizin hamısına rəhmət eləsin. Ruhları şad olsun inşallah. Çox sağ olun. Siz sağ olun. Yox, xahiş edirəm. Əlinizdən öpmək bizim üçün şərəfdir. Çünki bu müqəddəs əldir. Mən həmişə deyirəm, şəhid uzaqda da dedim, mən Şəkidə də Şəhidlər Xiyabanında şəhid analarının əllərini öpəndə də dedim, ay mənim anam. Biz bunu özümüzə görə öpürük, sizə görə yoxsuz. Bu müqəddəs əldir. Biz də o heç olmasa zirvənin milyonda birinə yaxın olanıq. Sağ olun, Allah razı olsun. Allah bir daha rəhmət eləsin. Allah rəhmət eləsin. Allah sabır versin abi.